Salamlayıram sizi müəllimlər. Bu günləri 17 sentyabr 2025-ci il sertifikasiya müsahibə suallarının izahını sizə təqdim edirəm və bildirim ki, bu günləri müəllimlərimin mənə yazdığı mesajlara əsasən yenə də məni sevindirmisiniz. Müsahibənin sizin üçün rahat keçməsi, öyrəndiklərimizin hər birinin orada öz əksini tapması və sizin bunları rahat şəkildə cavablandırmağınız mənim üçün ən gözəl hədiyyədir. İndi isə keçid alırıq suallarımıza. Suallar bir çoxu təkrarlanıb. Diaqnostik, formativ, summativ haqqında verilən suallar demək olar ki, təkrar suallardır. Bunun haqqında yetəri qədər danışmışıq. İnteqrasiyanı nə məqsədlə istifadə etdiniz? İnteqrasiya ümumiyyətlə şagirdin mövzunu bir istiqamətdə deyil, müxtəlif istiqamətlərdə anlaması üçün təşkil edilir. Və nəzərə almaq lazımdır ki, fəndaxildən söhbət gedirsə, fəndaxili inteqrasiya şagirdin təlimdə yalnız bir bacarıq deyil, bir neçə bacarığa sahib olması üçün və fənnin istiqamətlərini bir-biri ilə əlaqələndirməsi üçün reallaşdırılır. Məsəl üçün, orada həm canlılardan söhbət gedə bilər, həmin canlıların xüsusiyyətlərindən söhbət gedər və yaxud da orada müəyyən reaksiyalar ola bilər. İndi bu ixtisaslara görə dəyişir. Kimyadan söhbət gedirsə, həmin reaksiyaların maddələrlə əlaqəsindən söhbət gedir. Bu zaman məzmun xəttləri bir-biri ilə əlaqələndirilir. Amma fənlərarası inteqrasiyadan söhbət gedirsə, bunu nə məqsədlə aparmısınız deyirlərsə, şagirdin bir mövzunu yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə öyrənməsi və həmin öyrəndiklərini bir-biri ilə əlaqələndirməsi üçün aparılır. Məsələn, biz biologiyada hər hansısa bir bitkinin belə deyək, çoxalmasından, onun artırılmasından, onun necə qulluğundan danışırıq. Lakin həmin bitki elə bir maddə ifraz edir ki, o kimyada böyük bir önəm daşıyır. Ona görə də biz biologiya dərsinə mütləq şəkildə kimya ilə əlaqələndiririk. Və fənlərarası inteqrasiya bizə nə verdi? Şagirdin biliyi yalnız bir istiqamətdə deyil, həm kimya fənni cəhətdən, həm də biologiya fənni cəhətdən öyrənməsi, həm də onları bir-biri ilə əlaqələndirərək daha da dərinləşdirməsidir. Keçid alırıq digər sualımıza. Meyarı nə zaman şagirdlərə bildirirsən? Təlim nəticəsini dərsin əvvəlində alt standartdan çıxardırıq. Təlim nəticəsini şagirdlərə elan edirik. Şagird bilməlidir ki, bu təlimin sonunda hansı bilik bacarıqlara sahib olacaq. Və həmin məqsədə uyğun şəkildə, yəni təlim nəticəsinə uyğun şəkildə meyar təşkil edirik. Meyar nə deməkdir? Şagirdə hansı bilik bacarığı mənimsətmişəmsə, həmin bilik bacarığı da ölçməliyəm. Bəs onları necə ölçməliyəm? Meyarlar sayəsində. Necə qiymətləndirməliyəm? Meyarlarla. Meyar təlim nəticəsini elan etdikdən sonra meyarları da elan edirik. Çünki meyar yalnız müəllimin qiymətləndirməsi üçün deyil, həm şagird qiymətləndirməsində, həm belə deyək, yoldaş qiymətləndirməsində istifadə edilir. Şagird qiymətləndirməsi, yəni şagirdin özünü qiymətləndirməsi. Yoldaş qiymətləndirməsi bir-birini qiymətləndirməsi və həmçinin müəllim özü də şagirdi qiymətləndirəndə həmin meyarlar üzrə qiymətləndirəcək. Meyarlar, keyfiyyət səviyyələri, meyarlara uyğun keyfiyyət səviyyələrini təşkil edərək rubrik hazırlayırıq, rubriki şagirdlərə təqdim edirik və dərsin əvvəlində. Keçid alırıq digər suala. Nəyə görə bu meyarı götürmüsən? Təlim nəticəsində hansı bilik bacarıq şagirdə mənimsədilibsə, ona uyğun şəkildə də meyar təşkil etməliyik. Başqa bir meyarlar təşkil etməyimiz düzgün hesab edilməz. Sonra digər sual verilib. Şagird dərsini sevmirsə, bu zaman nə edərsən? Şagird dərsini sevmirsə bir müəllimin, demək ki, müəllim həmin şagirdin meylini, marağını, onun öyrənmə tərzlərini nəzərə almayıb. Şagird dərsi nəyə görə sevmir? Çünki o dərsi öyrənə bilmir, çətinlik çəkir. Öyrənə bilmirsə, demək biz onun öyrənmə tərzlərini nəzərə almamışıq. Vako, vizual, audial, kinestetik oxuyub yazaraq. Meylini, marağını nəzərə almamışıq. Hətta intellekt tiplərini, şəxsiyyət tiplərini belə nəzərə almırıq. Məsələn, həmişə qruplarla iş edirik, həmişə cütlərlə iş edirik, ya həmişə tək fərdi şəkildə iş edirik, ya kollektiv şəkildə. Ona görə də şagird bu dərsi artıq sevmir. Çünki onun meyli, marağı, öyrənmə tərzləri nəzərə alınmır. O bu fənni öyrənə bilmir, çətinlik çəkdiyi üçün fəndən imtina edir və demək olar ki, həm fənni sevmir, həm də müəllimi sevmir. Və bu sualın cavabı budur ki, müəllim şagirdin meylinə, marağına, öyrənmə tərzinə, intellektinə, hətta şəxsiyyət tipinə uyğun şəkildə təlim qursa, şagird təlimi sevəcək, hələ təlimlə yanaşı müəllimi də sevəcək. Keçid alırıq digər məqama. Şagird sizi sevmirsə, eyni sualdır.
Şagird təlimi sevəndə müəllimi də sevir. Amma burada bir məqam var. Müəllim həmçinin bilik bacarıq ötürməklə yanaşı, şagirdləri pozitivliyə də kökləməlidir. Məsəl üçün biz deyirik ki, yüksək enerji, pozitivlik, aktivlik gülüş demək deyil. Mütləq şəkildə müəllimin üzündə gülüş olsun yox. Müəllim şagirdlərə aktivlik yaratmalıdır. Müəllim şagirdlərdə pozitivlik yaratmalıdır. Nəyə görə? Onların aktivliyi, yüksək enerjisi fəaliyyətə daha yaxşı cəlb olunmasına gətirib çıxaracaq. Aktivlik odur ki, dərsdə oyun əsaslı, komanda ilə iş, qruplarla iş, yarışlar təşkil etmək, laboratoriyalar, təcrübələr. Yəni dərs bəsit şəkildə keçmir. Dərs maraqlı keçməlidir. Dərs aktiv keçməlidir. Dərsdə müxtəlif mərhələlərdən ibarət olaraq oyun da ola bilər, iş üsulları da ola bilər. Əsas odur şagird burada tam olaraq öz potensialını ortaya qoya bilsin. Keçid alırıq digər sualı. Digər sual belə verilib. Qiymətləndirməni necə aparırsan? Bayaq dediyim kimi hazırladığımız meyarlara əsasən qiymətləndirməni təşkil edirik. Dərs zamanı bütün şagirdləri qiymətləndiririk, lakin gündəliyə yazmaq, rəy formasında yazmaqdan söhbət gedirsə, 5, 6, 7, 8 şagirdi qiymətləndirmək olar. Daha sonra verilən suallardan nədir? Təlim nəticəsi nədir? Nəyə görə bu təlim nəticəsini çıxarmısınız? Alt standarta uyğun şəkildə təlim nəticəsi çıxarılır. Buna uyğun şəkildə Smartdan danışa bilərsiniz. Və ən çox soruşulan nədir? Alt standart, təlim nəticəsi, qiymətləndirmə. Yazdığınız alt standartdan mütləq birini öyrənin və həmin alt standartdan çıxardığınız bir dənə təlim nəticəsini də öyrənməlisiniz. Bu mütləqdir. Daha sonra meyarları mütləq şəkildə öyrənin və 4 keyfiyyət səviyyəsi üzrə rəy verməyi bacarın. Çox yaxşı, ən üstün 4-cü səviyyə həmişə idraki rəydir. Niyə? Çünki şagird hər şeyi mükəmməl şəkildə yerinə yetirib deyə biz artıq ona konstruktiv rəy veririk. Lakin biraz dərinə getsək bu idraki rəy hesab olunur. Şagirdin fəaliyyətini tam şəkildə dəyərləndiririk burada. Onun anlamasını, qavramasını, tətbiq etməsini dəyərləndirmiş oluruq. Amma digər məqamlarda hər kəs öz ixtisasına uyğun şəkildə şagirdin səhvini necə düzəltməsi üçün, onun üzərində necə çalışması üçün mütləq şəkildə istiqamət verməlidir. İstiqamət varsa, yol göstəririksə, o səhvi aradan qaldırmaq üçün müxtəlif istiqamətlər, asan yollar təqdim ediriksə şagirdə, bu artıq bizim konstruktiv rəyimizdir. İndi isə keçid alırıq digər sualımıza. Digər suallarda bəzən deyirlər ki, müəllimlərdən prezidentin səfərləri soruşulub və yaxud da müəllimlərdən dilçi alimlər soruşulub. Müəllimlər bu ixtisasa görə dəyişir. İndi ola bilər ki, orada kimsə bu sualı verə bilər. Siz özünüzü təlaşlandırmayın ki, mən bu suala cavab vermədim, məni kəsəcəklər. Bu əlavə olaraq sual verilir. Bəzən müəllimi çaşdırmaq üçün də sual verilir. Və yaxud da bəzən müəllimin nə dərəcədə əzbərləyib gəlib, yoxsa bu insan ümumiyyətlə dünya görüşü olaraq özünü inkişaf etdirirmi deyə düşünülür. Amma belə bir meyar sertifikasiya müsahibədə öz əksini tapmayıb deyə sizin də həyəcanlanmağa elə bir, belə deyək, heç ehtiyac yoxdur. Bugünkü suallarımız bu qədər və həmçinin də kanalımıza abunə olun, izləyin. Çalışdıqca yenə də sizə dəstəyimizi əsirgəməyəcəyik və bildirim ki, bizim nitq dərslərimiz başlayır, hansı ki 1 aylıq nitq təlimidir. Kim istərsə buyurub qoşula bilər. Ödənişlə bağlı şəxsi olan nömrəyə qeyd edəcəksiniz, hal-hazırda göstərilən nömrəyə. WhatsApp-da yazıb maraqlana bilərsiniz. 1 aylıq nitq təlimi hazırlığı keçirik. Burada aydın nitq, lingvistikanın əsasları, auditoriya qarşısında çıxış etmə, səs tonunu tənzimləmə, sinifi idarə etmək üçün hər bir məqam sizə öyrədiləcək. Və əlbəttə ki, hər bir müəllimə bu nitq təliminin böyük bir, belə deyək, əhəmiyyəti olacaq və həmçinin də xeyri olacaq ki, o həm siniflərində, həm digər məqamlarda, hətta müsahibə üçün də bundan yararlana bilər. Və həmçində MIQ sertifikasiya üçün test mərhələsinə də hazırlaşan müəllimlərimiz oktyabrın 1-dən dərslərimizə qoşula bilərlər. İzlədiyiniz üçün təşəkkür edirəm.